Salam, hörmətli abituriyentlər. Bu videoda mən sizlər üçün 39-cu sualın izahını vermək istəyirəm. Sualda deyilir ki, eyni növə aid olan bir neçə bakteriya bölünmədən dərhal sonra yaşamaq üçün hər cür şəraiti olan qapalı qaba salınmışdır. Bir saat ərzində bu qabda 42 bakteriyanın bölünməyə məruz qaldığını bilərək qaba neçə bakteriyanın salındığını tapın. Çox sadə bir üsuldan istifadə etmək istəyirəm. Qısa üsuldan yəni. Bir başlanğıc bakteriya götürürük. Bir saat ərzində neçə bölünmənin olduğunu tapırıq. Demək, 20-ci, 40-cı, 60-cı dəqiqədə baxırıq neçə bakteriya əmələ gəlir. Bir bakteriya bölünür 20-ci dəqiqədə 2, 40-cı dəqiqədə 4, 60-cı dəqiqədə 8 bakteriya əmələ gəlir. Yəni 1 saatda 8 bakteriya əmələ gəlir. Bölünmənin sayını tapmaq üçün sonda əmələ gələn bakteriyadan başlanğıc bakteriyanı çıxmaq lazımdır. Yəni 8-dən 1-i çıxırıq, tapırıq ki 7 bölünmə olmuşdur. Onda tənasüb qururuq. 7 bölünmə olduğu zaman başlanğıc bakteriyanın sayı 1-ə bərabər idi. 42 bölünmə olduğu zaman isə x olur. X da bərabərdir 42 bölək 7 bərabərdir 6 olur. Yəni başlanğıc bakteriyanın sayı 6-ya bərabər imiş. Doğru cavabımız Y variantıdır. Bunu isbatlamaq üçün başlanğıc bakteriyanı yazıram. Demək 20-ci, 40-cı, 60-cı dəqiqədə birinci 20 dəqiqədə 6 bakteriya bölünür 12, 12 bölünür 40-cı dəqiqədə 24, 60-cı dəqiqədə isə 48 bakteriya olur. Sonda əmələ gələn bakteriyadan, yəni 48-dən başlanğıc bakteriya, yəni 6-nı çıxırıq, 42 bölünmənin olduğunu tapırıq. Demək, biz məsələmizi düz həll elədik. Doğru cavabımız olur Y variantı.